Deməli, bu şəkil sxem üzərində günəşin düşmə bucağının hesablanması qaydasını izah edək. 22 iyunda günəş 23.5 dərəcə şimal tropik üzərində zenitdədir. Zenit olduğunu nə bilirik? 90 dərəcə bucaq altında düşür və başı üzərindədir olduğunu görürük. Və bu zaman, yəni 22 iyunda tapırıq görək. Cənub 23.5 dərəcəyə və şimal 66.5 dərəcə enliyə neçə dərəcə bucaq altında düşdüyünü tapırıq. Deməli, bu nə bildik? Bu cənub 23.5 dərəcədir. Ortada bax 0 var, yəni ekvator var. Və ilk öncə bunu tapaq. Əgər bura 90 dərəcə bucaq altında düşürsə, yəni maksimum. Günəş şüaları ümumiyyətlə maksimum 90 dərəcə bucaq altında düşür. Bura 90 dərəcə bucaq altında düşürsə, deməli, digər hər iki məntəqəyə daha kiçik bucaq altında düşəcək. İndi cənub 23.5 dərəcəyə neçə dərəcə bucaq altında düşdüyünü tapaq. Şimal 23.5 dərəcədən ekvatora qədər 23.5 dərəcə. Eləmi? Bax, 23.5-dən 0-a qədər. Burada yazıb 23.5 üstəgəl 0. Bu oldu 23.5 dərəcə. 0-dan yenidən cənub 23.5-ə qədər olan məsafə isə üstəgəl bir daha 23.5, cəmi 47 dərəcə. Yəni, şimal 23.5 dərəcədən cənub 23.5 dərəcəyə qədər olan məsafə 47 dərəcə təşkil edir. Və bura 90 dərəcə bucaq altında düşürsə, bəs bu bucaq neçə dərəcə olduğunu tapmaq üçün 90, bu 90 dərəcədən çıxırıq 47-ni. Qalır 43 dərəcə. Deməli, şimal tropikində günəş zenitdə olarkən cənub tropikinə 43 dərəcə bucaq altında düşmüş olur. İndi isə 66.5 dərəcə şimal enliyində neçə dərəcə bucaq altında düşdüyünü tapaq. Eyni ilə yenə necə ki əvvəl deməli 2 enlik arasında məsafəni tapmışdıq. Yenə 2 enlik arasında məsafəni tapırıq. Yəni 66.5 dərəcə çıxılsın 23.5 dərəcə. Eləyir 43 dərəcə. Bu 2 enlik arasında məsafə 43 dərəcə. Bura 90 dərəcə bucaq altında düşürsə, burada düşəcək 90 çıx 43, 47 dərəcə.